Təhsildə Keyfiyyət Təminatı Agentliyinin son hesabatı səhiyyə sektorundakı görünməyən, lakin ciddi təhlükəni bir daha gündəmə gətirdi. Məlum olub ki, son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb. Müvafiq bilik və baza təhsili olmadan həkimlik etmək birbaşa insan həyatını təhlükəyə atmaq deməkdir. Mütəxəssislərin fikrincə, bu cür halların qarşısının dərhal alınmaması gələcəkdə qarşısı alınmaz faciələrə yol aça bilər. Ayrıca bir qurum yaradılır, Səhiyyə Nazirliyinin tərkibində təbii ki, o qurumda bütün həkimlər öz sənədlərini ora təqdim edirlər. Ora baza tibb təhsili, rezidentura təhsili, keçdiyi kurslar və s. Yəni ona aid bütün təkmilləşmə və diplomdan sonraki təhsil məqamları nə varsa, hamısı ora təqdim edilir və onun əsasına ona fəaliyyət lisenziyası verilir ki, bu həkim bu sahədə 3 il, 5 il, 7 il nə vaxtsa da lisenziya müddəti nəzərdə tutulur dövlət tərəfindən, o müddət çalışa bilər. Problem yalnız mənəvi deyil, həm də ciddi hüquqi məsuliyyət daşıyır. Xüsusən klinika və xəstəxanaların işə qəbul prosesində sənədlərin dürüstlüyünü yoxlamaq kimi birbaşa öhdəliyi var. Saxta sənəd təqdim etmək isə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən ağır hüquqi nəticələr doğurur. Cinayət Məcəlləsinin 320-ci maddəsində həm rəsmi sənədlərin saxtalaşdırılmasından, onların hazırlanmasından, eləcə də onlardan bilə-bilə istifadə edən şəxslərin məsuliyyəti nəzərdə tutulur. Həmin normanın sanksiya hissəsində, yəni cəza hissəsində əgər şəxsin saxta sənədlərdən istifadəsi öz təsdiqini taparsa, onlara qarşı ictimai işlər növündə, islah işləri növündə 2 manata qədər cərimə, eləcə də 1 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Agentliyin son elektron bülleteninə əsasən 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarına qədər 30 nəfər tanınma məqsədi ilə saxta diplom təqdim edib. Kvalifikasiyası rədd edilən daha 50 nəfər isə saxta tanınma şəhadətnaməsi ilə fəaliyyət göstərməyə cəhd göstərib. Müqayisə üçün qeyd edək ki, 2024-25-ci illərdə oxşar şəkildə 53 saxta diplom və 12 saxta şəhadətnamə aşkarlanmışdı. Ötən 3 ilə münasibətdə aparılan ekspertiza nəticəsində məlum olmuşdur ki, məhz tibb və səhiyyə ixtisasları üzrə 38 müraciətçi məhz kvalifikasiyanın əldə olunması və yekunda Təhsil Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılan icraat nəticəsində diplomların autentik olmadığı aşkar olunmuşdur. Diplomları və diplom əlavələri və aposterləri saxta olunma halları da aşkar olunmuşdur və biz də aidiyyatı üzrə təbii ki, nizamnaməyə uyğun olaraq aşkar olunmuş hadisələrlə əlaqədar aidiyyatı qurumları məlumatlandırırıq. Aşkarlanan hər bir saxta sənəd əslində potensial bir faciənin qarşısının alınması deməkdir. Müasir elektron nəzarət mexanizmləri və gücləndirilmiş monitorinqlər sayəsində isə bu cür qanunsuzluqların kölgədə qalması artıq imkansızdır. Aysel Əliyeva, Fərid Cəfərova, Narağazadə, Rizvan Əkbərli, İTV Xəbər.